Ya Allah. 7 uşaqlar deməli toplu 2019 birinci hissə qonşular qarşılıqlı bucaqlar bölməsi. Həmşər kimi tək sayda olanları mən işləyirəm, cüt sayda olanları siz evdə işləyəcəksiniz. Deməli 1. Deyir ki, fərqi 30 dərəcə olan qonşu bucaqları tapın. Ta ki biri x-dır, biri də x-də gələk 30-dur. Qonşu bucaqların hansı xassəsi var? Cəmi 180 üstə gələk. Bir toplayırıq 180-ə bərabər edir. 2x bərabərdir 150, x bərabərdir 75 biridir. X üstə gələk 30 da ki, bu da 105 dərəcədir. 75, 105. A variantı. Birimiz variantı deyil mi? 3-ə keçir. 3-də də deyir ki, fərqi 80 olan qonşu bucaqlardan. 1x-dir, 1x üstə gələk 80. Cəmi neçə olacaq şu an? X üstə gələk 80 bərabərdir 180 dərəcə. Onda 2x bərabərdir 100 dərəcə, x bərabərdir 50 dərəcə. X üstə gələk 80-dəki 130 dərəcə. B. 5-ciyə keçək. 5-cidə deyir ki, qonşu bucaqlardan biri digərindən 8 dəfə kiçik olarsa, bu bucaqları tapın. Biri x-dır, biri də 8x-dir. Qonşu bucaqların cəmi 180-dir, bərabərdir 180 dərəcə, 9x bərabərdir 180 dərəcə, x bərabərdir 20 dərəcə. O bir də bundan 8 dəfə bölür, 8x 160 dərəcə. C variantı. 7-ci. 7-cidə şəkili çəkirik. Belə. Deyirdi, şuzu, qammadır, alfadır, betadır. Deyir ki, şu an alfa üstə gələk beta bərabər 2 qamma olarsa, qamma bucağını tapır. Elədir mi? Alfa üstə gələk beta. Bax, bu ikisi alfa üstə gələk beta. Bura 2 qamma. Bura da qamma. Bununla 2 qamma ilə qammanın cəmi neçə edir? 180. Qamma üstə gələk 2 qamma bərabər 180 dərəcə. Qamma bucağı 60 dərəcə edir. B. Yaxşı. Keçirik 9-cuya. Dokuz görək. 9-da belə. Şəkli çəkər. Bu bir bucağıdır. Bu da 2 bucağı. Deyir ki, bucaq 1 bərabərdir 43 dərəcə olarsa, bucaq 2-ni tapın. Nə cür tapa bilərik? Nə cür bucaqlardır bilmək ki? Qonşu bucaqlar. Deməli, bucaq 2 bərabərdir 180 dərəcə çıxaq bucaq 1. O da 180 dərəcə çıxaq 43 dərəcə. O da 137 dərəcə. C variantı. Yaxşı, 11-ə keçirik. Bir uşaqlar. Bir dənə düz xət kəsişir. Bu 1-dir, bu 2-dir, bu 3-dür, bu da 4-dür. Hamısı bir yerdə. Bucaq 1 üstə gələk, bucaq 2 üstə gələk, bucaq 3 bərabər 250 dərəcə. Uşaqlar 4-ü bir yerdə 360 dərəcə. Onda deməli, bucaq 4 nəyə bərabər? 360 dərəcə, çıxan 250 dərəcə, bu da 110 dərəcə. C variantı. C. Yaxşı, 13. 13 belə. Yenə 2 düz xət kəsişir. Bura alfadır. Bura 30 dərəcədir. Bura isə betadır. Deyir ki, alfa çıxaq betanı tapın. Alfa çıxaq beta. Bax, 30 dərəcə ilə alfa qonşu bucaqlardır. Onda alfa neçə olur? Alfa bərabərdir 150 dərəcə. Beta ilə 30 dərəcə, sözünü kəsməyin, qarşılıqlı bucaqlardır. Onda nə olur beta? Beta da bərabərdir 30 dərəcə. Bizdən də alfa çıxaq betanı soruşur. 150 dərəcə çıxaq 30 dərəcə. O da 120 dərəcə. A variantı. 15-ə baxaq. 15. Deyir ki, alfa bucağı ilə qonşu olan iki bucağın cəmi 280 dərəcədir.
Alfa bucağını tapın. Şöyle bax, belə bir şəkil çəkirəm. Bu alfadır. Bunun iki qonşusu, ikisinin cəmi deyək ki, x-dır, burada y. X üstə gələ y bərabərdir 280 dərəcədir. Alfanı soruşur. X ilə y nəcür bucaqlardır? Deməli, ikisi də bir-birinə bərabərdir. 280 isə hər biri neçədir? Deməli, 140 dərəcə buradır. 140 dərəcə də buradır. Alfa neçə olur uşaqlar? 180. Bəli, alfa bərabərdir 40 dərəcə. Y variantı. 17-yə keçək. On yeddidə deyir ki, qonşu bucaqların tənbölənləri arasındakı bucağı tap. Bir dəfə kitabda da eləmişik bunu. Eləyək. Fərz edək ki, bu alfadır, bu da ikincisi də betadır. Qonşu bucaqların xassəsinə görə alfa ilə betanın cəmi 180 dərəcə. İndi birincinin tənbölənini çəkirik. Tənböləni çəkəndə 2 bərabər hissəyə bölür. Deməli, alfa bölə 2 buradır, alfa bölə 2 də buradır. Betanın da tənbölənini çəkirəm. Bu da 2 bərabər hissəyə bölür. Beta bölə 2 buradır, beta bölə 2 də buradır. Bu bizdən bu ikisinin arasındakı, yəni bu iki tənbölənin arasındakı bucağı soruşur. Bu da alfa bölə 2 üstə gələr, beta bölə 2 deməkdir. Bunları deyil məxrəcə gətirəndə alfa üstə gələr, beta bölə 2. Alfa ilə betanın cəmi 180-dir. 180 dərəcə bölə 2, bu isə 90 dərəcə edər. D. Keçirik 19-a. On dokuzda maraqlı çalışmadır. Belə bir şey çək. Qoy birimizi çəkək, sonra baxaq görək nə deyir. Deməli, Y-dir, A-dır, B-dir, C-dir, D-dir. Deyir, B-dir şu alsın, A-B-C-nin tənbölənidir. Buyurun da onun tənböləni çək. Bu buna bərabərdir. Və DB-yi 139 olarsa, DB-yi bax, bura 139 dərəcə olarsa, bucaq ABY-ni tapmaq lazım. Uşaqlar, bura 139 dərəcə. Bura neçə dərəcə edir? Qonşu bulara. Yəni 41. Düzdürmü? 41 dərəcə bura. Onda bu da tənbölən olduğu üçün ikisinin. Düzdür? 139. Burada 41 olur. 41 dərəcə də buradır. Bu ikisi bir yerdə 139-dur. Bu elədi 82, bura olur 98. 98. Şimdi bizdən nə soruşur? AB'yi. AB'yi də 98 var mı? 98 dərəcə A variant. Yaxşı. 21-ə baxaq. 21 də belə. Belə bir şəkil çəkib. 1'dir, 2'dir, 3'dür, 4'dür. Yazıb ki, bucaq 2 üstə gələk, bucaq 4, 60 dərəcə olarsa, bucaq 3'ü tapın. 2 ilə 4 nədir bucaqlardır? Qarşılıqdır. Yəni, hər biri neçədir? 30 dərəcə budur, 30 dərəcə də budur. 3'ü neçə olacaq? Bucaq 3 bərabərdir 150 dərəcə. Nə? B variantı. 23'ə keçək. Yirmi üç belə düşər. Belə bir şəkil çəkib. A-dır, B-dir bu heç. Buranın yazıb alfa üstə gələk 10 dərəcə. Buranın da yazıb beta üstə gələk 20 dərəcə. Deyir ki, alfa çıxaq beta fərqini tap. Bax, bu iki bucaq gördüyünüz kimi qarşılıqlı bucaqlar. Demək, bunlar bir-birinə bərabər. Yəni, alfa üstə gələk 10 dərəcə, bərabərdir, beta üstə gələk 20 dərəcə. O, bu yüz adlandırır. Alfa çıxaq beta bərabərdir 20 dərəcə çıxaq 10 dərəcə.
O da 10 dərəcə elədi. C variantı. 25'e keçək. Özünə dərəcə rahat, asan, çünki asan sorundur. Onu da biləndən sonra yazırıq. 25. 25 belədir. Bucağa qonşu olan iki bucağın cəmi 250 olarsa, bəyək kimi. Bucağa qonşu olan alfa bucağıdır. X ilə Y ikisinin də cəmi 250 yazıb deyəsən. Hə, 250 dərəcə olarsa. Görürsünüz, X ilə Y qarşılıqlı bucaqlardır. Hər bir geçsək ondan. 125, 125. Buyurun arxadan çıx. 125 dərəcə. Onda alfa neçə olacaq? Alfa 55 dərəcə. Cavab 55 dərəcə. Yaxşı, 27'ye baxaq. 27 uyğunlaşdırmadır. Alfa və beta qonşu bucaqlardır. Birinci yazır ki, beta bərabər 85 dərəcə. İkincidə yazır ki, beta bərabər 68 dərəcə. Üçüncüdə yazır ki, beta bərabər 135 dərəcə. Beta 85 olanda alfa neçə olacaq? 95 dərəcə. Beta 68 olanda alfa neçə olacaq? 112 dərəcə. Beta 135 olanda alfa 45 dərəcə. İndi görək 1, 2, 3 nədir? A variantı 95 dərəcə. Deməli 1'ə oldu. B variantı alfa çıxaq betadır, neçədir? 40 dərəcə. Yox, alfa çıxaq beta 40 dərəcə harada var? Alfadan beta çıxanda bu olmur, heç bir ödəmir. Alfa 45 dərəcə C-də, 3'ə uyğundur C. B-də deyir ki, alfa 112 dərəcədir, D 2'yə uyğundur. Alfa çıxaq beta 10 dərəcə, bu birinciyə uyğundur, Y-dəki bu. Deməli, keçirik 29'a. 29'da nədir? 29'da deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçik. Yəni, bura x-dir, bu birisi 20 dərəcə çoxdur. Nə fərq var? Özlər, bunlar ancaq qonşu bucaq ola bilərlər. Çünki qarşılıqlı olsaydı da bərabər. Deməli, x üstə gələk, x plus 20 bərabərdir 180. X bərabərdir 80 dərəcə, o birisi də 100 dərəcə. Nəyi soruşur? Kiçiyini 80 dərəcə. Keçirik 31'ə. 31 belə uşaqlar. Belə bir şəkil çəkib. Buranı verib M, buranı verib A, P, Q, bu da ki M. Yazır ki, bucaq AMQ, AMQ bax bu bucaq. Bura 5'də 1x üstə gələk 10 dərəcə. Bucaq PMN isə uşaqlar 4'də 1x üstə gələk 5 dərəcədir. PMN, bax burada budur. Deyir ki, AMP'nin dərəcə ölçüsünü tapın. AMP'nin. Bax, bizdən bulanı soruşur. İndi bunlar qarşılıqlı bucaq olduğu üçün bir-birine bərabərdir. Yəni 4'də 1x üstə gələk 5 dərəcə bərabərdir 5'də 1x üstə gələk 10 dərəcə. 4'də 1x çıxaq 5'də 1x bərabərdir 10 dərəcə çıxaq 5 dərəcə. Bu da 20'də 1x bərabərdir 5 dərəcə, x bərabərdir 100 dərəcə ilə. X 100'dürsə, baxaq görə indi bura neçə olur. Bucaq AMQ dedik. 5'də 1x üstə gələk 10 deməkdir. Yəni 5'də 1 vuraq 100, üstə gələk 10 dərəcə. Bu da sən demiş 30 dərəcə idi. Bura 30'dursa, bucaq AMP isə oldu 150 dərəcə. Cavab 150. 33'ə baxaq. 33'də deyir ki, AOB açıq bucağının təpə nöqtəsindən onunla eyni yarım üstlərində olmaqla. Bax, AOB-dir. OC, OD şuaları çəkilir. OC, qoy hələlik elə çəkim, OC, OD. Deyir ki, bucaq
AOS'nin bucaq BOS'yə nisbəti 2-nin 7-yə. Bucaq AOD'nin də bucaq BOD'yə nisbəti isə bu da 7-nin 2-yədir. Bucaq COD'ni tapmaq lazımdır. Görək nədir? AOS 2K'dır. BOS 7K'dır. Bax, bura 7K'dır. Düzdürmü? 7K. Çox gözəl. İndi deyir ki, AOD 7'dir. Məsələn, bura indi belə çəkirəm. 7M'dir bura. BOD də 2M'dir. Bax, 2M'də buradır. Bura 5K. Bax, qulaq as. Bax, bura 2K'dır. 7K bir yerdə 2K üstə gələk 7K, bu da 180 dərəcədir. Deməli, K bərabərdir 20 dərəcə. Başqa sözlə, bura elədi 40 dərəcə. Bu birisi böyük elədi 140 dərəcə. Düzdür. İndi eyni şey bu birisilər haqqında da deməli. Görürsünüz 2M 7M. 2M üstə gələk 7M, bu da 180 dərəcə. Açıq bucaq. M yenə 20 dərəcə elədi. Onda belə çıxır ki, bura 40 dərəcə. 40 dərəcə. Bu böyük hissədə 140. İndi bizə nə lazımdır? Bu 140'lar onsuz da heç, bunu bilirik. Deməli, 40 dərəcə buradır, 40 dərəcə buradır. Deməli, 100 dərəcə də buradır da. Bizdən nəyi soruşur uşaq? COD-ni. COD elə 100 dərəcə. Yaxşı. 35. Bu sonuncudur. Böyük 35'də nədir? Deyir ki, kəsişən iki düz xəttin əmələ gətirdiyi bucaqlardan ikisinin fərqi 46 olarsa, balaca x-dir, bu x plus 46 dərəcədir. Kiçik bucağı tap. Qonşudular da, artıq söz deməyə ehtiyac yoxdur. X plus 46 180'dir. 2x bərabərdir 134 dərəcədir. X bərabərdir 67. 67 dərəcə. Və sağ olun, kiçik bucaq buyur. Bu qədər uşaqlar cütləri evdə yazacaqsınız.